İdman həyatdır. Onu sevərək, sağlamlığımız üçün faydalarını dərk edərək məşğul olmaq lazımdır. Mütəxəssislər səhər tezdən günə pozitiv başlamaq və enerjimizi gün boyu təmin etmək üçün idman etməyi məsləhət görürlər. Sağlam olmaq üçün idman etmək lazımdır. Əsas da gərgin iş rejimindən sonra bu cür məşqlər etmək əsəblərimizi sakitləşdirir. Elə buna görə də gündə az da olsa idmana vaxt ayırmalıyıq. Hər gün səhər saatlarında idman alətlərinin olduğu parklarda xeyli sayda insan görürük. Onların sözlərinə görə bu məşqlər artıq həyat tərzlərinə çevrilib. İdmanla məşğul olmadıkları günlərdə hətta özlərini narahat hiss edirlər. Hər gün gəlib belə idman edirsiniz? Bəli. İdman mənim həyatımdır. İdmansız dayana bilmirəm. Toxumalar öyrəşib. Elə bir məndən tələb eləyir ki, dur get, avtomatik 6-da oyanıram. Qalxıram da. Artıq neçə ildir ki siz belə idmanla məşğulsunuz? 17 yaşımdan. Mən özüm bu əraziyə yaxın idarədə işləyirəm orada. Yəni günün tez bir hissəsini burada, müəyyən hissəsini burada keçiririk. Yəni işə qədər. Səbəbi idmandır, bu şəraitdən istifadə edirik. O gün ərzində işdə oluram. O işlə də bağlı istər-istəməz gümrah oluram. İşləyən adam üçün xüsusilə faydalıdır. İdmandan sonra şeylərinə daha gümrah olursan, daha yaxşı hiss edirsən özünü və daha səmərəli olur həmin gün. Yaşlı adam üçün mütləq lazımdır. Yoxsa haldan düşür, ondan sonra hərəkət eləməyi çox çətinlik çəkir. Çox şeyə gücüm çatmır, amma yaşa görə bacardığıma qədər nəsə eləyirəm ki, hərəkət olsun. Mən cavanlıqdan məşğul olmuşam idmanla. İndi də davam edirəm, bir balaca hərəkətli olurum. Bu mənə kömək eləyir həyatda sağlamlığımı qorumaq üçün. Hər gün bura gəlirsiniz? Demək olar ki, hər gün gəlirəm. Mən yaxın oluram buraya, onun üçün mən yaxındır. Rahatdır bura gəlib yemək. İdman müəllimləri bildirir ki, məşq etmək əzəlləri tonuslandırır. Onlar daha elastik və möhkəm olurlar. İnsanın xroniki yorğunluğu da aradan qalxır. İdmanla məşğul olmaq bizim əzələ inkişafında kömək edir və bu əzələ inkişafı təbii ki, əzələnin təməl məqsədi bizim onurğa sütunumuzu, bizim skeletimizi dəstəkləməkdir və mütəmadi məşq eləməyə, əzələ kütləmizin olması bizim əsasən də onurğa sütunumuzun dəstəkləməsinə kömək edir. Əsasən də səhərləri idmanla məşğul olmaq ilk növbədə qan dövranını sürətləndirir. Mütəmadi olaraq idmanla məşğul olmaq bizim insulin səviyyəmizə, təbii ki, bura qidalanmanın da düzgün olması daxildir. İnsulin səviyyəmizin normal olmasına, bu da bizim şəkər xəstəliyi kimi bir çox xəstəliklərdən qorunmamıza kömək eləyir. Sağlamlıq öz yerində. İdmanla məşğul olan insanların əhvalı da daim yüksək olur. Əgər onlardan geri qalmaq istəmiriksə, sabah yox, elə bugün başlayaq. İdmanın sağlamlıq olduğunu heç zaman unutmayaq. Ələkbər Salih, Zaur Həşimov, Telesəhər.